Değerli hanımlarım, kızlarım, hamınızı salamlayıram ve bugün size bir pirog hazırlamışam ki, inanın tort pişirmeye, əziyyət çəkməyə heç dəyməz. 5 dəqiqə vaxtınızı aparacaq. İstəsəz az şekerli, istəsəz çox şekerli. Ama burada elə bir nöqtə var ki, onu sizinle paylaşacağım. Bunu sizə hər kəs deməz. Amma mən deyəcəyim, özümü saxlaya bilmirəm. Baxın, kəsdim, hündürlüyünü sizə göstərdim. İndi tamına da baxmaq istəyirəm. Həqiqətən elə baxdım da, o momenti də çəkmişəm, ekrana düşüb. Üzr istəyin, göz haqqı necə deyirlər, haqqınızı halal edin. Baxın, hündürlüyünə baxın. Oh, 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 oh. Pambıq kimidir. İnanın ki, pambıq kimidir. Tam əsl yeməli. Şəkəri də yerində. Göz haqqınızı halal eləyin. Valla ekranda yeməyə çox xoşlamıram. Amma çəkmişdim bu momentini. Doğrudan da o qədər xoşuma gəldi ki, mütləq sizinlə paylaşmağı istədim. Yumuşaq, fikir verin, pambıq kimi. Və gəlin hazırlamağa başlayaq. 3 yumurta götürdüm, bir çimdik duz və burada 75 qram şəkər var. Videonun altında ölçülərini qoyacağım. Mən sizə tam ölçü yazacağım, orada 150 qram şəkərdir. Amma mən bunu 75 qram şəkərlə hazırlamışam. Həm şəkərinizə qənaət edin, həm canınıza xeyri olsun, az şəkərli olsun. Və bişirin, görün, mən haqlıyam ya yox. Şəkər hər şeyi həll eləmir. İnanın, əgər resept həqiqətən də yaxşıdırsa, o yaxşıdır da. Şəkərin orada çox olmağı, az olmağı, valla yeyirsiniz, qopa bilmirsiniz. O bir tikəni axıracan yemək istəyirsiniz. İndi çalırıq. O vaxta qədər ki, köpüşkənəcək. Burada çalmaq lazımdır. Bundan sonra biz bura nə əlavə edəcəyik? İndi görəcəksiniz. Baxın, 160 ml burada qaynar su var. Bax, əlimlə də tuta bilmirəm, barmaqlarımı yandırır. Onu buraya əlavə edəcəm və 50 ml də yağ əlavə edəcəm. Yağ əlavə elədim, istədiyiniz bitki yağı ola bilər. Əlavə edirəm və yenə də çalıram ki, onu isti su əlavə eləyəndə, yəni yumurta daha çox strukturunu dəyişər, yağ isə qıraqda qalar. Ona görə bunların ikisini yaxşıca qarışdırırım. Qarışdırandan sonra da o qaynar suyu bura əlavə edəcəm. Belə çaynikdən dözmüşəm stəkana və yağı ora nə qədər vaxt getdir, yarım dəqiqə vaxt getmir də bunu çalmağa. İndi də yavaş-yavaş, birdən əndərməyin, yavaş-yavaş qabın qırağından, ortasından fərq eləmir. 3-4 dəfəyə bu suyu bura əlavə edin. Və indi görəcəksiniz ki, bu qabda olacaq. İnanmırdım. Reseptdə qeyd eləməyəcəm, burada yadınızda saxlayın. Süd də ola bilər, su da ola bilər. Mən su ilə elədim. Həm qənaətli olsun, həm də ki, kiminsə bəlkə laktoza allergiyası var, o istifadə edə bilsin. Və gördüğünüz kimi çaldım onu. 2 stəkan da un götürəcəyim. 2 stəkan un götürürəm. Amma mən burada 2 stəkan üstündən undan bir azacıq azaltdım. Üzərinə indi qabartma tozu əlavə elədim. Və 1 xörək qaşığı nişasta əlavə edəcəm. Daha doğrusu 2 çay qaşığı əlavə eləmişəm. Vanilini, qabartma tozunu əlavə edəcəyik. Yaxşı-yaxşı qarışdıracağıq. Daha ələməyəcəm bu unu. Heç ələnməmiş undur. Doğradığımız meyvələri də içərisinə əlavə edirik. İstəyirsiniz xəmirdən biraz boşaldın, ortalıqdan qoyun onu, istəyirsiniz üstdən. Yenə də o bir azacıq çökəcək xəmirin içinə. Vəssalam. Bu başdan o nişasta söhbətində deyim, o 1 çay qaşığı qoymayacaq ki, çöksün sizin keksiniz. Burada bir şey deyim. Bəzən uşaqlar meyvə xoşlamır. Tortun içində, keksin içində, peçenyədə. Sözün qısası, pişmiş meyvəni xoşlamırlar, belə deyək.
və ona görə onun da əlacı var. İstədiyiniz meyvəni blenderlə əzirsiniz, əlavə edirsiniz, çalırsınız, göndərirsiniz sobaya. İnanın, elə yeyirlər ki, quzu kimi, heç bilmirlərdi ki, onun içində hansı meyvə var. Tək ki, canlarına xeyir olsun. Bunu da bir yerdə qeyd edin özünüz üçün. Vəssalam, baxın, mən bunu söndürmək istəsəm də, çalsam da o yenə də qalxır. Qabımı hazırlamışam əvvəlcədən və indi ora boşaldacağım hamısını. Sobamızı salırıq 160 ya 170 dərəcəyə. Yaxşıca qızdırırıq. 170 eləsəniz daha yaxşı olar. Yaxşıca qızdırdıqdan sonra artıq görürsünüz ki, qaba boşaltmışam. İçərisinə kağıt sala bilərsiniz və ya yağlaya bilərsiniz. Heç fərqi yoxdur qabınızın divarlarını. Və boşaldırıq ora, meyvələr üstündən səpirik. Onlar onsuz da deməli, xəmiriniz duru olsa bütün hissəsinə batacaq. Yox, biraz qatı olsa, daha doğrusu burada da onu da deyim, nişasta əlavə eləmisinizsə yuxarıda qalacaq. Vəssalam, üstdən də qabın dibində nə qalmışdı, onu boşaldıram. Qoyacağım pişməyə, amma sobanı mütləq yaxşıca qızdırın. Bütün püf nöqtələrini demək istəyirəm ki, siz sonra çaşmayasınız da. Deməli, 170 dərəcə, 175 dərəcə qızdırdınız, yaxşıca qızdırdınız. Göndəririk sobaya. 160 dərəcəyə azalda bilərsiniz. Tələsirsinizsə azaltmayın. Amma sizə mütləq 50-55 dəqiqə vaxt lazımdır ki, bu pişsin. Çünki şəkəri azdır. Altı üstü qəşəngcə qızardı. Çöplə yoxlayın. İçi çiğ qalmasın. Çıxardırıq, qoyuruq qalsın, soyusun. O soyunca da çiyərləklərimiz üstündən bəzək veririk. Vəssalam, kəsib göstərmişdim. Bir də kəsim, daha doğrusu bir də göstərim. Onu da deyim ki, resepti videonun altından köçürdə bilərsiniz. Bəyəndinizsə like edin, kanala dəstək olun. Şərqə xanım indi biraz az bişirir, amma yenə də bişirir. Sizin üçün çalışır, gözəl reseptlər tapsın. Və bu resept mənim həqiqətən də ən favorit reseptlərimdən biri olacaq. Xoşum gəldi. Sizə də məsləhət görürəm, bişirin. Sağ olun, sağlıqla qalın, ruzu bərəkətiniz bol, canınız sağlam olsun. Gələn videolarda görüşmək üzrə. Şərqiyə xanımla bugünlük bu qədər. Xudahafiz.